Hörmətli tamaşaçılar, indi seyr edəcəyiniz Qobustan ədəbi toplusunda bu ayın ədəbiyyat və incəsənət proqramı ilə tanış olacaqsınız. Zamanın sürətində, vaxtın axarında nəsillər bir-birini əvəz eləyir. Sənətə, sənətkara heyranlıq, bağlılıq, sonsuz məhəbbət bir nəsildən o birinə ötürülür. Sənət min bir sehri, özəlliyi, gözəlliyi ilə yenidən dünyamıza qayıdır. Çünki sənətin yolu əbədi yoldur. Özü də bu yolu asta gedənin, usta gedənin yoludur. Bəziyir çölləri al-yaşıl çəmən, gül açır qərənfil, lalə, yasəmən, gəz dolan, seyr eylə təbiyyəti sən, yaz fəsli dan yeri sökülən zaman, sanki möcüzədir baharda muğan. Xan Arazın, dəli kürüm boyunca, tamaşa et mənzəriyə doyunca, ceyran, cüyür, kəklik, turac dalınca, sanki möcüzədir baharda muğan. Təbii sərvətdir sarı su, ağ göl, tükənməz neymətdir, ruzisi də bol, gələcək taliyi işıqlı bir yol, xoşbəxt həyat, ömür keçir firavan, sanki möcüzədir baharda muğan. Mərkəzi aranın öz adı, sanı, al-qızıl mahlıcı, şöhrəti, şanı, tanıtdı dünyaya Azərbaycanı, muğan o muğandı, eyləyir tüğyan, sanki möcüzədir baharda muğan. Muğan torpağı geniş nəfəsli, geniş imkanlı, üfüqləri geniş olan bir torpaqdır. Bu torpaq Azərbaycanın deyək ki, zaman-zaman ən ülvi, ən yüksək, ən sevimli torpaq olub. Qışı da gözəl olub, yay da gözəl olub, yaz da gözəl olub. Kür-Araz ovalığı, mil-muğan düzənliyi Binəyi qədimdən ullarımızın qışlaq ərazisi olub. Əski mənbələrdə göstərilir ki, bu genişlikdə tarixin ilkinlik çağlarında Muğlar, Mağlar məskunlaşıblar. Bu ərazi onlarla bağlı olduğundan Muğan adlanıb. Yəni, Muğların, Mağların yaşadığı məkan. Muğanın şair oğlu Qəmbər Əhmədli burada ulu ruhların dolaşdığı məkanda dünyaya göz açıb. Uşaqlıq çağlarından canına, qanına hopub Muğanın biri üç, üçü heç eləyən möcüzəsi. Torpağın qədimliyindən boy göstərən min illik qədim adət ənənəsi, köçü, qışlağı, yaylaq arzuları Qəmbər Əhmədlinin yazılarında misra-misra açılır, duyulur. Yeri, göyü, kainatı yaradan Tanrı, sənin qüdrətinə min şükür. Bəxş etmisən xoşbəxt həyat firavan, bu dünyanın xilqətinə min şükür. Səma verdin, günəş verdin, ay verdin, ruzu dolu dərya verdin, çay verdin. Bu dünyanı insanlara pay verdin, Tanrım, sənin sərvətinə min şükür. El obada qazardılar quyunu, sərin bilib içərdilər suyunu, xəmir salıb bircə kündə dən unu bişirəndə deyərdilər, min şükür. Muğan deyiləndə ümumiyyətlə insanların gözündə isti bir diyar, şoran torpaqlar canlanır. Əslində bizim Tuğay meşələrimiz var, Xan Arazımız, Dəli Kürümüz var.
əməksevər insanlarımız var, əmək qəhrəmanlarımız var, milli qəhrəmanlarımız var. Ən başlıcası bizim bu sahlı cəmaatının bu torpağa bağlılığı var, sevgisi var, məhəbbəti var. Dan yeri söküldü, açıldı səhər, gəzib budaqlarda bir əylən, könül. Oyanıb təbiyyət, oyanıb bəşər, səhərin mehindən cilvələn, könül. Dumanlı, çiskinli yaz havasında, turacın, kəkliyin başlamasında, ana təbiyyətin canlanmasında, şehli çəmənlərə bir bələn, könül. İlham al dağların mənzərəsindən, şırşır bulaqların zümzüməsindən, sıldırım qayalı şəlaləsindən, coşub dəniz kimi ləpələn, könül. Muğan torpağı Azərbaycan sərkərdələrinin qış zamanı düşərgəsi olub. Bu torpaqda Nadir Şahlar, bu torpaqda Səfəvi dövlətinin başçısı, Xətai, bu torpağın yuxarı hissəsində, Şamaxı hissəsində Əmir Teymur və başqa demək çox görkəmli dünyanın böyük fatihləri, böyük insanları gəlib düşərgə salıb, nəfəs alıb. Muğan, Muğların ən qədim yaşayış məskəni olmaqla yanaşı, Cənubi Qafqazda ən böyük qışlaq ərazilərindən biridir. Atlılar keçib bu genişlikdən, qış əyyamlarında döyüş çadırları qurulub Muğanın barlı bərəkətli köksündə. Qılınc bahadırlarla, suvari qoşunların atları Kürdən, Arazdan su içib. Bu tarixi məkanlar Muğanın köksünü Gülüstana döndərən Dəli Kür, Xan Araz obrazları başqa şairlərimiz kimi Qəmbər Əhmədlinin də tükənməz mövzu mənbəyidir. İlhamın dəli dolu qanadlarında ulu çaylar onun duyğulu qəlbindən axır. Göz işlədikcə uzanan genişliklərdə torağaylar, turaclar ulu yurdun qədim nəğməsini oxuyur. Bunlar şairin duyğusunu dindirir, ruhuna qida verir. Muğan Azərbaycan xalqına çox böyük dahilər, şairlər, yazıçılar, incəsənət xadimləri təqdim eləyib, verib. Bu gün biz Muğandayıq və əziz bir dostumuzun yubiley tədbirində iştirak eləyirik. Sümbül olub ruzi verən zəmidə biçilməyə tələsmirəm mən hələ. Qartal kimi qanat çalıb zirvədə ucalmağa tələsmirəm mən hələ. Ömür yolum qəribədir, qəribə. Mən gedirəm kədər ilə, dərd ilə. Taleyimlə baxdım girib bel-belə. Güc almağa tələsmirəm mən hələ. Çox gəzmişəm mən ellərdən ellərə, əzbər olub adım düşüb dillərə, ömür qalıb fələk yazan əllərə, qocalmağa tələsmirəm mən hələ. Saxsağanlar hücum çəkir bülbülə, bəbir şirə, şir bəbirə, fil filə, dəmir kimi hey döylə-döylə ucalmağa tələsmirəm mən hələ. Bu uşaqlıq illərimdən şeir həvəskarı olmuşam. Mənim 55 illiyim keçirildi. Mən də Respublikamızın müxtəlif bölgələrindən məclisə qonaqlar dəvət etmişdim. Qələm dostlarımı, o cümlədən qonaqlar arasında hörmətli şairimiz, xalq şairimiz Söhrəb Tahir və Professor Vaqif Ərzumanlı da var idi. Söhbət əsnasında Söhrəb Tahir məndən soruşdu ki, bəs Qəmbər müəllim, sizin bölgədə zirvəsi qarla örtülü uca dağlarınız yox, dağlardan süzülüb gələn şəlaləniz yox, zümzüməli bulaqlarınız yox. Siz nədən ilhama gəlib şeirlər yazırsınız? Mən cavab verdim ki, Söhrəb müəllim, bizim əməksevər insanlarımız var, Dəli Kürümüz var, Xan Arazımız var,
Tuğay meşələrimiz var. Biz bax bunlardan ilhama gəlib şeirlər yazırıq. Və mən ona dedim, hətta şeirlərimin birində mən saatını muğamda uzalan dağa bənzətmişəm. Tikanlı kolu da güldür, çiçəkdir. Hər ipək yuvada bülbül bəzəkdir. Göy çəmən bənövşə, ləçək-ləçəkdir. Ətirli meyvəli bağdır saatlı, muğamda uzalan dağdır saatlı. Xan arazı ruzu dolu gölü var. Hər neymətdən bərəkətli çölü var. Gecə gündüz əməksevər eli var, məhsulu bol, üzü ağdır saatlı, muğamda uzalan dağdır saatlı. Muğam torpağı əvəzsiz bir torpaqdır. Bu torpağın şəninə Azərbaycanın böyük şairi Səməd Vurğun muğam poemasını həsr edib. Bu torpağın ayrı-ayrı, demək ki, orta yaşda, gənclikdə, yəni Nizamidən bəri yüzlərlə şairlər bu torpağı vəsf edir. Dünyanın ən gözəl dilbər güşəsi, şəfa təbiəti bu dağlardadır. Şirin budaqları, dür şəlaləsi, təbiət vəhdəti bu dağlardadır. Baharı bir ayrı, qışı bir ayrı, torpağı bir ayrı, daşı bir ayrı, yazılan tarixi, yaşı bir ayrı, hər fəslin zinəti bu dağlardadır. Sıldırım qayalar qartal vüqarlı, yamacı gül çiçək, zirvəsi qarlı. Belə bir möcüzə dünyada varmı? Dünyanın cənnəti bu dağlardadır. İlahi bəxş edib bəzək bu yerə, bir tərəf sal qaya, bir tərəf dərə. Al yaşıl təbiət, canlı mənzərə, ruzi bərəkəti bu dağlardadır. Mən gəzdim, dolandım Zakatalanın, hər qarış torpağın, yamacın, dağın, güllü gülüstanı Azərbaycanın şərəfi, şöhrəti bu dağlardadır. Yaradıcılıq ümumiyyətlə mürəkkəb məsələdir. Öz janrları ilə, növləri ilə, öz texnologiyaları ilə və hər hansı bir sənətkar deyək ki, nəsrdə müəyyən qədər yaradıcılığında nəyəsə nail ola bilər və yaxud olmaya bilər. Deyək, bunun əvəzində poeziyada, şeirdə nəyisə daha yüksək səviyyədə təqdim eləyə bilər. Bu mənada Qəmbər Əhmədlinin şeirlərini mən daha çox sevirəm. Yəni, nəsr əsərləri də bu lazımı səviyyədədir. Amma şeirləri mənim üçün daha belə təsirlidir. Darıyır telimi mülayim külək, aramsız xəyallar keçir qəlbimdən. Kövrəlib əlimdə bir dəstə çiçək, anamın qəbrinə baş əyirəm mən. Günahkar saymıram torpağı yeri, fələyin işidir, sirli aləmdir. Yaranmış insanın bircədir fərqi, gəlişi sevincdir, gedişi qəmdir. Yük etmə özünə kədəri ürək, bu fani dünyada ölüm də haqdır. Qəmbər, bu dünyaya gələn gedəcək, ölümə yalvarmaq özü günahdır. Qəmbər Əhmədli Camışçı kəndində, Aran obasında dünyaya gəlib. Dünya genişliyinə buradan yol başlayıb. İlhamının kökləri ilə bu yurda bağlıdır. Gördüyünüz, gəzdiyiniz kənd Sahil rayonunun Gömüç kəndidir. Bu kəndin çox qədim tarixi vardır. Hələ 1969-cu ildə 115 yaşında dünyasını dəyişmiş Gülüstan nənənin dediklərinə istinad etsək bilərik ki, Gömüçü kəndinin 350 ildən artıq yaşı vardır, tarixi vardır. Bu kəndin güclü ziyalılar olub, nüfuzlu ağsaqqalları olub. Hələ 1903-cü ildə Rusiya Fəhlə Bolşevik Partiyasının fəal üzvlərindən biri olmuş, Azərbaycanda barmaqla sarılan kişilərdən olan Mirzəziz Rzayev məhz bu kəndin yetirməsidir. Sonraki illərdə də bu kənddən yaxşı dövlət orqanlarında işləyən kadrlarımız yetişib. Muğam filialı Sarvaz müəllim başda olmaqla, onun rəhbəri olmaqla
Demək olar ki, Muğanın bütün rayonlarında, bütün mərkəzlərində, şəhərlərində ədəbiyyatın inkişafına çox böyük sürətlə imkan yaradıb. Yazıçılar Birliyinin ondan artıq bölmələri var və bu bölmələr ayrı-ayrı bölgələrdə yaşayıb yaradan sənət adamlarını, ədəbiyyat adamlarını bir araya gətirirlər. Eləcə də Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsi uzun illərdir ki, bölgədə yaşayıb yaradan qələm adamlarının bir araya gəlməsi, onların yubileylərinin, yaradıcılıq gecələrinin, kitablarının, təqdimatlarının keçirilməsində bir sıra işlər görmüşdür. Bu sıradan gözəl şair, istedadlı qələm adamı Qəmbər Əhmədlinin yubileyinin keçirilməsi, Saatlı rayonunun ictimaiyyətinin, buradakı ziyalıların, sənət adamların bir araya gəlməsində və bu mənada belə tədbirlərin keçirilməsini mən yerlərdə ziyalılıq işığının artmasına xidmət kimi başa düşürəm. Nə qədər 10 kitab nəşr etdirmiş Qəmbər Əhmədlinin poeziyasının, publisistikasının özünə məxsus cizgiləri var. Bunlar ilk növbədə mən deyərdim ki, torpaqla bağlı cizgilərdir. Yəni, Saatlıda yaşayasan, Saatlıda dağı, o şırıldayan dağ çaylarını, guruldayan dağ çaylarını, o buz bulaqları görməyəsən. Amma o buz bulaqlar, o dağ çayları, o dağlar, o çəmənlər, o qədim qalalar haqqında elə şeirlər yazasan ki, adam onların təbiiliyinə bircə qırıq da olsa şübhə eləmir. Qəmbər Əhmədli rayonun ictimai həyatında fəal iştirak edir. 10 kitab müəllifidir. Gömüşçü kəndinin məzəli əhvalatları, ot kökü üstə bitər, qayıtmazdır ötən günlər, Hacı Sahib, Nahaq qan batmır, Bir ömür salnaməsi, Taleyin qisməti, Şuşa həmin Şuşadır, bu dünyanın çarxı çıxıb oxundan, Qəmbər Əhmədli Qızıl Qələm mükafatı laureatıdır. Bugün Muğandayıq. Əlbəttə, Muğan torpağı zaman-zaman çox böyük sənətkarları yetirir, çox böyük sənət insanları yetirir. Biz Xaqanimizi də, deyək ki, Nizamimizi də, ondan sonra gələn böyük bir çox şairlərimiz, Səməd Vurğun, Osman Sarıvəlli, Süleyman Üstən, Rəsul Rıza və başqa-başqa, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Muğan deyəndə bunlar həmişə elə bir şeylər, elə bir sənət əsəri yaradıb ki, biz o torpağı demək ki, bağlılığımızı, yəni kökümüzü tapmışıq o torpaqda. Nə qədər doğma olsa da, Muğan, Saatlı, Bakı deyil, əyalətdir. Hər Saatlıya Azərbaycan şeirinin, sözünün, elminin sayılıb seçilənlərini orada görmək mümkün deyil. Xalq şairi Söhrab Tahir, Akademiyanın müxbir üzvü millət vəkili Nizami Cəfərov, professor Vaqif Arzumanlı, prezident təqaüdçüsü şair İlyas Tapdıq, Aran bölməsinin müdiri Sərvaz Hüseynoğlu, Vəli Xıramçaylı və bəndəniz Muğanın duyğulu övladı Qəmbər Əhmədlinin sözünün işığına yığılmışdı. Xətrini istədikləri, xətri istəyənlər Muğan torpağına, söz ocağına təşrif buyurmuşdular. Dahi Nizaminin belə bir beyti var. Yaşa bu dünyada yaşatmaq üçün, yaşama kimsəyə daşatmaq üçün. 800 ildən artıq bir vaxtda deyilmiş bu beyt, atalar sözü sanki bizim millətimizin, xalqımızın əldə şüarı olub. Həmin atalar sözünə, müdrik atalar sözünə söykənərək həmişə tarixlər boyu yaşatmaq üçün yaşamışlar. Kimsəyə daşatmaq üçün yaşamamışlar. Qalx ayağa vətən oğlu, şəhidlərin al qanını, dalğalansın qoy əbədi tanıt milli bayrağını. Yağı düşman əlindədir Vaqifimin məqbərəsi. Həsrət çəkir İsa bulaq, cıdır düzü xanın səsi. Səda gəlir hər daşından Qarabağın şikəstəsi. Haraylayır, qan ağlayır anaların nalə səsi. Qalx ayağa vətən oğlu, şəhidlərin al qanını, dalğalansın qoy əbədi tanıt milli bayrağını. Qoç Koroğlu nərəsi ilə qılınc çəkib gir meydana. Şah İsmail Xətayı düşmənləri batır qana. Hər birinə 15 düşmən qurban elə el oğluna. Zəngəzurda həna qoysun xanım qızlar dırnağına. Qalx ayağa vətən oğlu, şəhidlərin al qanını, dalğalansın qoy əbədi tanıt milli bayrağını.
Bu Muğanın söz bayramıdır. Yəqin ki, oyaq ruhlar tarixin o başından öz cəhcəlalına qulaq kəsilmişdi. Əvvəl onun şeirlərində bizim xalq şeirimizin ruhu var. Xalq şeirimizin melodiyası var. O şeirə hər hansı texniki təzyiq göstərmir. Şeir onun üçün min illər boyu necə yazılıbsa, onun üçün də elədir. O da elə yazır. Amma ideyada, fikirdə əlbəttə özünə məxsusluq var. Şair publisist Qəmbər Əhmədli uzun illər Rusiyanın, Ukraynanın, Belarusun şəhər və kəndlərini gəzib, müharibə illərində itkin düşən 2 əmisinin axtarışında olub. Əmilərindən birisini Kiyevdə qardaşlıq qəbristanlığında uyuyan Böyüyağa Qəmbəroğlu Əhmədovu tapıb. Onun qəbrini bir neçə dəfə ziyarət edib. İkinci əmisi Nuruş Qəmbəroğlu Əhmədovun axtarışını indi də davam etdirir. Bu axtarış zamanı başqa bir həmyerlisinin, Saatlının Qıraqlı kəndindən olan və Belarusun Qomel vilayətində həlak olan Pəhlivan Xəliloğlu Xəlilovun qəbrini aşkar edib. Bir çox həmyerlisi ilə həmin doğma qəbri ziyarət edib. Həmin görüşü Minskin mərkəzi televiziyası işıqlandırıb. Qəmbər Əhmədli daimi ilham mənbəyi olan Muğanın barlı bərəkətli qoynunda yaşayır. Muğanla şair və yazıçılarımız arasında bir növ körpü yaradır. Muğanı sevir və sevdirir. Ömrünü, gününü, ötən vaxtının ağrısını, acısını, taleyinin niskilini misralara düzür. Yaddaşında bəslədiyi ən xoşbəxt günü, ən xoş diləyi, övlad, vətən sevgisini sözə çevirib nəğmə kimi səsləndirir. Haqqa dayaq qeyrətimdir, cəsarətim, cürətimdir, haqsızlığa nifrətimdir şeirlərim, şeirlərim. Mənliyimə hörmətimdir, dostlarımla ülfətimdir, dönüşlərə heyrətimdir şeirlərim, şeirlərim. Var dövlətim, sərvətimdir, əyilməyən qüdrətimdir, gülüstanım, cənnətimdir şeirlərim, şeirlərim. Bu günlərdə Yazıçılar Birliyinin Natavan adına klubunda 60 illiyini yüksək heyətlə keçirdiyimiz Nazim Muğanlı, çağdaş ədəbiyyatımızda özünə məxsus yer tutan çox dəyərli şairlərimizdən biridir. Nazim Muğanlını mən çoxdan tanıyıram. Hətta Qarabağda olan vaxtlarımdan tanıyıram. Bu dəyərli